Nə yaxşı ki, Bakıya getməmişdən əvvəl bu balığı təmizləyib, sümüyündən ayırıb xırda-xırda doğramışdım. Yoxsa oruc halda yoldan gəlib tez bazar nə hazırlayardım bilmirəm. Neçə vaxt idi bu balıqla pasta hazırlamaq istəyirdim, bu günə qismət imiş. Videonu sona kimi izləyin, necə ləzzətli alındığını görəcəksiniz. Mən yenə Bakıdan qayıdan zaman yolumu Bravodan saldım. Çünki bayramda bayram super təklifləri kampaniyası başlamışdı. İstər Ramazan, istərsə də Novruz süfrənizi bəzəyə biləcəyiniz bir çox şeydə endirimlər mövcud idi. Fürsətləri dəyərləndirmək sevdiyimə görə mən də evə nə çatışmırdısa, hamısını endirimlə əldə etməyə çalışdım. Sevimli makaronlarım olan Familia 99 qəpiyə, Azərçay isə 5.69-a enib. İmsak üçün də bəzi çatışmayanlara alıb alış-verişimi tamamlamağa çalışıram, çünki evə çatıb yeməyimi hazırlamalıyam. Martın 4-ünə kimi bu gördüyünüz endirimlər keçərlidir. Yararlanmağa tələsin. 2 saatlıq yoldan gəlib qaça-qaça tez iftar süfrəsini hazırlamağa çalışıram. Tavaya kərə yağı əlavə edib balığın hər iki üzünü burada qızardıram. Tuz, istiot, paprika da əlavə edirəm. Sonra buradan balıqları yığıb soğan, sarımsaq əlavə edirəm. O qovrulanadək fettuccine makaronlarımı da bişməyə qoyuram. Makaronun suyundan bura əlavə edirəm. Azca da limon suyu, qaymaq, parmezan, mozzarella və salam. Sonda da balıq və makaronu da bura əlavə edib qarışdırıb servis edib bəhbəhlə nuş edirik. Allah hər kəsin tutduğu orucu qəbul etsin.